Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Xırdalan Binəqədi, yəni sentralına gedən yolun üstündən, Xırdalan Quruğundan sentralına gedən yolun üstündən, yoldan 20-30 metr məsafədə, marşrutdan, demək, 20-30 metr məsafədə marketlərə, məktəbə, marşruta, yaxın ərazidə yerləşən bir 3 sotun içində, hörmətli izləyicilər, 4 otaqlı bir həyət evimiz satışa çıxıb. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun sonuna qədər də sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdıran bu ev əvvəlcədən şəxsi tikili bir inşa olunmuş bir ev olub, təzədən yenidən təmir olunub. Yəni bu nəzərdə çatdırılıb, noldan sıfırdan təmir olunub. Gördüyünüz kimi bura 3 sotun içindədir, həyət yanı sahəsidir. Bu hissəsi də maşın girən darvaza hissəsidir. Həyətində sanitar qovşağıdır. Hər şey hazır çəkilib, bir dənə qapısı qalıb qoymağa. Rahat həyət, hələ bu hissəsinə qədər 2 dənə maşın daxil ola bilər. Əlavə də 3 maşın bura daxil ola bilər. 5 maşınlıq yeri var, 3 sotun üstündədir. Evin xarici görünüşüdür, gördüyünüz kimi. Evin yan tərəflərindən düz arxasına qədər keçmək mümkündür. Ətrafına yəni keçmək mümkündür. Arxada da hardasa 2 metr yer var. Ətraflı şəkildə sizə göstərəcəm. Xarici görünüşü göz qabağında. Kürsü hardasa 6-7-8 daşdır. Hələ torpaq tökülüb, qaldırılıb yerə də. Kürsü itib. Bu hissəsi, veranda hissəsidir, gördüyünüz kimi. Hərçənin sahəni bir dənə ətraflı belə çəkirəm. Gördüyünüz kimi hərçənin sahəsi geniş, ürəyasan, əlverişli. Buradan daxil oluruq evin içinə. Dəhlizi hardasa təxmini 1.80-1.90-dır. Diqqətlə çəkirəm, baxın. Qapıları hörmətli izləyicilər, bax. Ağır qapılardır. Ev sahibi keyfiyyətli təmirlətdirib, yəni sözünə təmirlətdirib. Plintusları, gördüyünüz kimi plastik plintuslardır. MDF-dən plintuslar vurdurub. Bura mətbəx hissəsi. Qapıları həqiqətən möhtəşəmdir, ağır qapılardır, yəni bahalı qapılardan istifadə edir. Demək, bura keçirik qonaq otağı. Bunun polu bir qeyri-adidir, hörmətli izləyicilər. Polun nətərirlərsə biraz tül kimi gedir. Yəni, istədir şiformaya sala bilərsiniz, amma ev sahibi belə eləyib, bu vaxtında belə. Yəni, şəxsi tikili olub həm də. Zalın 2 dənə pəncərəsi var, bir sola, bir qabağı. Ev həqiqətən ürəyasan evdir. Demək, burada uşaq otağıdır. 9-10 kvadrat. Təzdən təmir olunub, satışa çıxıb. Bu nəzərdə çatdırım. Və bu hissəsi də bir otaqdır, yataq otağıdır. Aboylar zövqlə, aboylardan istifadə olunub yenə də, nə də olsa, gəlib yerində baxanda görmək olur, hörmətli izləyicilər. Demək, burada da bir yataq otağıdır, 16 kvadratlıq yataq otağıdır. Gördüyünüz kimi, hörmətli izləyicilər, hər şey qaydasında, evin təmir edədir. Bir dənə kombiləri qalıb. Burada sanuzeldir, hamamı da özə zövqlə yığdırıb. Yuxarıda asma tabanla yığılır. Görürsünüz, elə belə yəni əldən iş görülmür, hörmətli izləyicilər. Hər şey keyfiyyətli, yüksək səviyyədə təmin olunub. Qapıları keyfiyyətli, ağır qapılardan istifadə olunub. Bax belə. Evin köbələri, bax gördüyünüz kimi hamısı bahalı materiallardan istifadə olunub. Aboylar, zövqlü aboylardan istifadə olunub. Ağ qapılardan istifadə olunub. Ev yəni super vəziyyətdədir. Kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın, evlərin satılmanı köməklik göstərə bilərik. TikTokda, Instagramda, YouTube'da, Seçal Əmlək səhifəsində bütün bizim evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodlar götürmək yaddan çıxmasını, hörmətli izləyicilər. Evin qiyməti də 110.000 start qiymətdir. Real az olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz, son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Yoldan da 20-30 metr məsafədə, marşrutlara, marketlərə, apteklərə yaxın ərazidə yerləşir. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Abunə olmağı unutmayın.